Salam uşaqlar, bu gün mən mətnin yenə qonağıyıq. Bu gün 3-cü müsahibimizi keçirəcək. Mətin, necəsən? Yaxşıyam. Yenə sizə bir neçə suallarımız olacaq. Salam uşaqlar, necəsiniz? Buyur, suallarını eşidə bilərik. Mətin, bu il sən dərslərini necə başa vurdun? Sinif birincisi olaraq sinifi başa vurdum. Sən bizi kitablarla tanış edə bilərsənmi? Əlbəttə eləyərəm. İlk kitabımız Azərbaycan dili kitabıdır. Bu kitabı sevirsənmi? Sevirəm. Azərbaycan dili. Ən sevdiyim dərs budur. Bunun içində nələr öyrəndin? Bunun içində çox şey öyrəndim. Çizgi filmlərdəyik. Nağıllar öyrəndim, şeirlər öyrəndim, mətnlər öyrəndim, ana dilinin sirlərini öyrəndim və s. İndiki mövzumuz ana dilindən çizgi filmlərdir. Keçək ikinci kitabımıza. Mənim ikinci kitabım riyaziyyat kitabı. Bu kitabda çox bölmə, üstə gəlmələr öyrənmişəm, çıxmalar öyrənmişəm, diaqramlar öyrənmişəm. Riyaziyyatı sevirsənmi? Çox sevirəm, çox maraqlıdır. Çox misal öyrənmişəm. İndi biz diaqram mövzusundayıq. Aha, yaxşı yadıma düşdü. Mən ədan doğulu öyrənmişdim. Bu qurbağa adlanırdı, kenguru iki adlanırdı. Afərin. Gedək indi ona bax. Burada belə santimetr keçmişdik. Bu bizim yüzlük kartımız idi. 100'e qədər keçmişdik. Afərin. Saya bilirsənmi? Sayalım. Burada pullar kesmişdik. Ben sinifə qəpiklər aparmışdım. Bütün qəpikləri. Burada ədəd oxularımız burada. Ədəd oxuları demişdim, keçdim ədəd oxu kesmişdik. Burada belə olmayan rəqəmləri yazırdıq yerə. Qurbağalar, zatları hoplandırırdıq. Bu da bu qədər. İndi ən maraqlı dərslərdən birindəyik. İngilis dili. Birinci sinifdə əslində çox uşaq ingilis dili keçir. Bunu oxuya bilərsənmi? Happy Campers. Afərin. Maraqlıdırmı sənin üçün ingilis dili? Bəli. İngilis dilində bir mahnı oxuya bilərsənmi? Bəli. Axa görürəm. Sonra oxuyarıq, uşaqların vaxtını almayaq. İngilis dili ən sevdiyim dərslərdən biridir. Məmlərimizdə çox gözəldir, uşaq ruhludur. Mən bu dərsi əslində məktəb başlamadan da çox merak edirdim. İndi bu dərsi keçirirəm, çox sevirəm. Buradan da Zöhrə müəllimə sağ ol deyirəm. Bunların hamısını mənə öyrədib. İndi Nate and Kate-dəyik, amma buradayıq. Kitab belədir, maraqlıdır. Burada çox şey öyrənmisənmi? Çox şey, çox maraqlı şeylər. İngilis dilində bir-iki dərsiniz deyə bilərsənmi? Deyə bilərəm. Birincisi teacher, müəllimə deməkdir. Düzdür. İkincisi pen qələmdir. Üçüncüsü də book, yəni kitab. Düzdür. Afərin. Deyə bilərsənmi kofta nə rəngdədir? My shirt is blue. Bunun başqası da var. I have a blue shirt. Afərin. İndi çox maraqlı bir kitab var. Amma siz buna inanmayacaqsınız. Rus dil kitabı. Yəni çox birinci siniflərdə Rus dil keçmirlər. Amma bizim sinif biraz qəribədir. Birinci sinifdə Rus dili dərsi keçirik. Buradan da Pərşən müəlliməyə də salam deyirəm. Bu dərsi də mi çox sevirsən? Bunu orta sevirəm biraz. Amma yaxşı öyrəndim. Birincisi. Həm də burada bizim bir belə dəftərimiz var. Dəftərə belə hərflər keçirik, sözlər keçirik. Belə burada t hərfi. Afərin. Ne şey yazırsan? Burada hərflər keçirik. Əlifbanı öyrəyib qutarırıq. Çox az qalır. Bunlar deyə bilərsənmi? Bu nə hərfidir? K. Bəs bu? Bu ç'dir. Ç. Afərin, bəs bu? Hansı? Bu yol. Afərin. Keçək diğer kitabımıza. Diğer kitabımız informatika kitabı. Bu dərsi elə çox sevirəm
deyim ki, kompüterlərə gedirik, orada şəkillər çəkilir. Buradan İlham müəllimə salam verirəm. Kompüterdə mətni yazmısan mı? Yazmışam. Çox maraqlıdırmı? Çox maraqlıdır. Daha içinə görə nələr var? Mənə belə bir bunda da dəftərimiz var. Nədir? Gözləm, mənə burada bir şey verir. Məndə həm informatikadan belə bir kitab şey düzəltmişəm. Kompüter. Google. Kompüter baxın dostlar. Deyil kompüter. Deyil. Markası da əla. İndi ən çox amma ən çox sevdiyim dərslərdən biri Texnologiya. Texnologiya. Çox maraqlıdır. Burada əlimizin var. Nələr şeylər düzəltmişdik. Bir dəfə biz burada bir şey var idi, onu düzəltmişdik. Axtarıb zamanında. Yemək düzəltmisinizmi? Hə, yemək düzəltmişəm də meyvə salatı. Burada olmalı idi, elədiyimiz şey. Bəlkə burada? Yox. Bax bu, xoruz eləmişdik bundan. Nə gözəl. Mən narıncı rəngdə eləmişdim. Afərin. Musiqi elə maraqlıdır ki, Mənim fənimdə. bəli, zəhriş elə geçdi, pianona çalır ki, Şeylər bilirsənmi? burada çeşdiyimiz bütün şeylər var. İndi burada təsviri indəsdir. Çox maraqlıdır. Burada rəsm çəkmisənmi? Burada da çəkmişəm. Çox qəşəng şəkillər çəkmişəm. Buradan plastindən şeylər var, onları eləmişəm. Buradan belə rəsmlər çəkmişəm. Burada hətta səhvə 20-də bir şey var. Səhvə 26 saat. 38. Bunları sinifdə çəkmişdik. Nəhayət ən sonuncu kitabımız Həyat Bilgisi. Həyat Bilgisi kitabını ölçək bitiririk. Çox şey öyrənmişəm. Təbiət haqqında, Çox şey öyrənmişəm. Maşınları haqqında, təbiət hadisələri haqqında. nişanlar haqqında. Sizə bir iki nişan deyə bilərəm. Bu nişan o deməkdir ki, burada velosiped sürmək olar. Bu uşaqlar burada qaçmaq olar. Biraz diqqətli sürün. Maşınlar çəkiliblər. Bu piyada keçidir. Bu işarəni gördünüzsə, demək burada piyada keçidi var. Bu demək yerüstü keçid var burada. Bu da yenə piyada keçiddir. Bu da o deməkdir ki, avtobus dayanacaqdır. Bu da işıqfordur. Mən sizə kitablarımın hamısıyla tanış elədim. Amma iki kitabım da var. Azərbaycan dili iş dəftəri ilə riyaziyyat iş dəftəri. Həmçinin Azərbaycan dili iş dəftərlərdir, belə yazmışam. Özü qutarırıq biz bunları. 60-cı səhifədəyik. İndi riyaziyyat iş dəftərinə çəkdik. Riyaziyyat iş dəftərində özü 69-dayıq. Bu da onun dəftəri. Sən sevirsənmi məktəb qutarır? Sevilmirəm. Çünki min məktəbdə dərslər keçirəm, orada dostlarım var, onlar üçün də darıxıram. Məktəbi çox sevirəm. Burada Ruqiyyə müəlliməyə çox sağ ol deyirəm. Burada mənim üçün çoxlu şeylər öyrətdi, çoxlu kitablar payladı, götürdü, yazdırdı bizə. Çox əziyyət çəkdin. Çox sağ ol Ruqiyyə müəllimə. Bugünlük də videomuz buraya qədər idi. Sağ olun uşaqlar. Özünüzə yaxşı baxın. Bye bye.